Nərvan gətirmişəm gənclik mola, acıq birinci sulu yemək etmişəm, toyuq supudur. Ondan sonra da nəsə kebab belə bir şey sifariş elədik. Belə pomidor salatı. Çoxdan da iradəni çəkmirəm. Çay içirik, yanırıq çaydan ötürü. Neçə saatdır şəhərdə boş-boş fırlanırıq. Adordan qəşəng bir parfum aldım özümə. Onu evdə sizlərə göstərərəm. İradənin ad günüsü. Hə, bizimkilərdir. Elə bilirəm bizimkilərdir, çağıram. Burada hədiyyələr var. Burada özümə almışam hədiyyə. Bunu İradəyə almışam. Ayın 11-i ad günüsüdür. Amma hədiyyəsini özü seçib. Dillən də. Ne spasiba. Sən ad günündə deyəcəksən spasiba. Hər kəsə salam, necəsiz qızlar? Bugün ərçinmişəm. 2 gündə ölürdüm. Xəstələnmişdim. Bugünləri toparlandım. Qəşəng çimdim, evləri təmizlənmişəm və xırda əşyalar var. Dedim onları sizlərə göstərim. Və ilk öncə əlimdəkilərdən başlayacağım. Ki belə qolbaq almışam özümə. Belə fərqli bir şeydir. Əslində buna oxşar qara rəngdə məndə çoxdan olub. Sport geyimlərindən çox qəşəng uyğunlaşar. Bir də bu. Yay boyu hər kəsdə oldu zaten bundan. Bu Arteko firmasının saç baxım yağıdır. Möhtəşəm bir şeydir. 100 ml-dir. Qiyməti də əvvəl 20 idi, indi qalxıb olub 25 manat. Bilirsiniz ki, saçım cot saçdır, qırılan saçdır. Əl vurmaq olmurdu saçıma. Çox kremlərdən istifadə eləmişəm, yağlardan. Razı qaldıqlarım da olub, amma ən çox razı qaldığım budur. Saçımı qəşəng yağlıq izi buraxmır. Qəşəng yumşaldır. Bunu bir 3 saat, 4 saat öncə çəkmişəm. Yəni o cürə quru saçlarımı yumşaldır mənim. Çox razıyam bundan. Arteko firması salonlarda olur bu. Belə balaca çaynik. Belə bir dəm çayniki götürmüşəm. Su filtri. Mən yeməkləri və çayniki ancaq su filtrindən istifadə edirəm. Sonra şam üçün belə həmişə aldığım zajgalkalar. Sponge, Minisonun spongelarını çox bəyənirəm. Çox qəşəng keyfiyyətli olurlar. Həmişə ondan alıram, demək olar ki. Belə bir su qabı, kokteyl qabı. Kəş bunun bu hissəsi də şüşədən olsaydı, çox qəşəng görsənərdi. Bilirsiniz ki, mən buxur çox sevirəm. Evdə daim məndə buxur yanır və bu buxurların müşkü var. Çox gözəl iyi var bunun. Sonra iki nədir? Əcək aldım. Qara rəngdə. Qızlar, bunun ağ rəngləri də olur. Elə istəyirəm, amma Bakıda satılmır. Bəlkə Trendyolda, Temuda olar. Baxacağım, orada olsa alacağım bir neçəsini. Mənə məhz belə bir kaşlıq lazım idi ki, əzilən olsun, rahat sumkaya yerləşdirə bilim. 2 belə qələm. Ayaq dırnaqlarım üçün lak. Bu yaxalarda 28 moldaydım. Və orada bir izləyici xanım mənə yaxınlaşdı. Nəysə biz danışdıq biraz oradan buradan. Mənə belə çox vermişdi, əslində 2 dənədir, bilməm hara qoymuşam. O da Zeytun Aptekdə belə bir firma var. Çox da belə münasib qiymət deyil, bahalı bir firmanındır. Paketdə kremlərdir. Maskadır bu da. Mənə bunları hədiyyə olaraq verdi. İstifadə edəcəm. Bu qədər xırda aldığım əşyalar. Mən Yusk'dan paltar asılqasını aldım. Deməli, mən bunu 5 il öncə almışdım ağ rəngini. Neysə ki, o yəqin ki, üzərinə çox ağır şeylər qoydum deyə biraz əyildi. Amma istifadə edə bilərdim. Sadəcə olaraq qara rəngdə istəyirdim almaq. Və aldım. Deyəsən qiyməti 40 yoxsa 44 manat etsin. Özümə sizcə nə sifariş eləmişəm? Sushi.
Mən kola saxlayarsan, mən sənə bunu saxlayacağam. Yox, kola olmaz. Məhləmizdə balaca it yatır. Merve orada kızlarla oynayır, piknik eləyirlər. Mənə də tapşırdılar ki, marojna al. Gedirəm bunlara marojna almağa. Videoda yekə düşüb, amma belə balaca, ayda dur qızdım. Can bağışla. Marojnalarımızı yeyirik. Bunu Magnum'da. Çipsizdə də var Mervanın. Çox qəşəng marojnadır bu. Burada əyləşək. Mervanı gətirmişəm muzeyə. Bura bizim evin yanındadır, Şirvanşahda. Həmişə bura gəlirdik qızlarla. O qarşısında o olacaqsan. Qədimi belə restorandır. Şirvanşahda zaten adından məlum olduğu kimi. Mervan indi gəzdirirəm burada. Gəl. Gəl biraz yemək hazır olana qədər gəzək. Muzey yaxında deyil, sən alın karnımı yoxlat da. Mervan muzey qədimi yer. Ciddi dur, bir video saxla. Muzey qədimi yerdir. Muzeydə qədimi əşyalar olur, köhnə əşyalar olur. Bax məsələn, bu qədimi əşyadır, köhnə işləmir. Görsən köhnə əşyadır. Yalancıdırlar. Əl vurmaq olmaz. Gəl. Sonra nə var burada? Nə görsən? Əl vurma. Bu nəsildir? Belvi düz saxla. Buna bax. Allah! Gəl. Sən şəkillərini görə çəkim yox burada. Burada hara qədər gəzmək olar? Bütün hər yeri, hə? Yuxarıya da var. Ay nə gözəl. Gəl. Ay da çox gözəldir axı. Bax, Azərbaycanda ən imkanlı şəxslərdən biri olub bu. Heç baxmır da ye. Adım olmaz. Heç özünü yaxşı aparmırsan, qəşəng apardı, mədəni qızlar kimi. Mən sındırsam. Burada heç nə sındırmaq olmaz. Ümumiyyətlə deməyəcəksən mənə. Burada heç nə sındırmaq olmaz. İtki çörək yeməyə gəlmişəm. Əl vurma. Əl vurmaq olmaz heç nə. Asıb qalmışıq. Bura nə boyda yeriymiş. Mən buranı belə bilmirdim. Salam, çox sağ olun. Gəl sənin şəklini çəkim. Gir bura. Olmaz. Əl vurmaq olmaz. Ayağımı olmaz. Sən şu boyutlarım bunlar. Mənə gəldi. Olmaz. Çok sağ olun. Hoş olsun. Üstümdə su elədim. Yeni evə ilk alış-verişi elədim. Amma yenə də çatışmayan çox şey var. Sadəcə olaraq bu qədərlə hələ ki kifayətlənirəm. Artıq bilmirəm dəqiq olaraq nə almalıyam. Bunları yerbəyer eləyəndən sonra o zaman biləcəm nə çatır, nə çatmır. Granola götürdüm. Mən səhərlər xoşlayıram yulafın üzərinə töküb yeməyi. Və mənim ən sevimli çayım Azər çayı. Vaz keçmirəm də mən bu çaydan. Nə qədər çaylar var ki, mənə görə bunu əvəz eləmir. Mərva bundan istədi. Bunu götürdüm Mərvaya. Sonra belə bir rəngli, bərəngli çay gördüm. Dedim bir alın, məncə dadı yaxşı olar. Simiçka və bu firmanın kapsulu kofələrini çox bəyənirəm. Bir dənə sok içdim. İnanırsınız boğazım gəldi. Bunu Mehdi almışdı Mərvaya. Mən açdım, içdim. Buzxanadaydı. Boğazım gəldi. Buz kimiydi, buzxanada deyildi. Sonra bunu təzə görmüşəm. Jacobs'dan Dubai şokoladlı. Görüm dadı necə olacaq. Bunu yoxlayacağım. Mərva rastişka istədi. Yəni bunu ona aldım. Espressolu belə kofe. Bunu çox görmüşəm, amma heç vaxt almamışam. Maraqlıydı bu mənə.
Milka'dan şokolad yağı, xurma. Bu firmanın, Yarmarka firmasının ümumiyyətlə məhsulları çox keyfiyyətli olur. Qarabaşaq və bulgur. Bu Barilladan belə bir makaron aldım. Bir də belə bir spagetti də götürdüm. Activia'dan yoğurt, hansı ki probiotiklidir. Bunu çox tərifləyirlər. Ən sevimli Azər süddən smetanım. Borgesdən soyuq sıxım zeytun yağı. Bunu salatlarda istifadə edəcəm. Belə bir bal götürdüm, ballıdan, çökə balı. Bundan 2 ədəd götürmüşəm, süngər. Biri də buradadır. Sonra mərcandan toyuq, paketlərim. Sonra pinardan pendir. Bunu da çox tərifləyirlər qızlar, bir ara blogerlər. Elə bu boydası deyəsən 16 manatdır. Ağız yaxalayıcıdır və bunun çox gözəl iyi var qızlar. Aromatizatordur. Sonra bu firmanın ev süzməsini də götürdüm, ev şorunu da götürdüm. Sonra şoxkalar, biri Mehdinin, biri mənim. Sonra bunu unitaz üçün götürdüm. Bir də çox belə dadlı bir pendir var idi, çəkinən olan onu. Belə bir pendir götürdüm. Bundan da hər dəfə alıram. Çox xoşuma gəlir. Valio'dan belə pendirlər. Bonfestadan da, sonra kəsmiklər, çanaq pendiri və belə kəsmikli şirniyyatlar. Mən səhərlər ac qarnına xoşlayıram. Bunu Mehdi aldı. Ənciri. Mən dünənləri pis gündəydim, mənim üçün alıb bunu. 2 belə qaymaq, qatıq, 2 belə qaymaq, yumurta və mənim ən sevimli paket çaylarımdan da biri budur. Amma bunun daha çox göy rəngini bəyənmişəm. Bayaq tez bazar içdim, heç dadını tuta bilmədim. Süd, tomat, zeytun, mətbəx rulonu. Bu Mehdi almışdı mənə, bulkadır. Sonra qara çörək, buradan heç nə. Kartof, qoçətdən belə but dibi, döşət. Sonra bu. Yemişi də Mehdi alıb, bu Mərva bitirdi orada. Domestosun belə bir rənglisini aldım, çəhrayı rəngdə. Bunu da Mərvaya sabah verərəm. Soğan, pomidor, gördüyərti, limon. Hanıdır limonlarım? Limonlar. 2 dənə limona 5 manat pul vermişəm. Kefir, çifir. Bu meyvələri Mehdi alıb. Xiyar, alma, armud, şaftalı, söyəm, bir də Valio'dan yağ aldım. 28 manat olub, dəhşət. Yemişi də Mehdi alıb. Gələn kimi bir stəkan çay içdim. Bunu da səhər almışdım. İndi mən bunları bir dənə yerbəyer eləyim. Bir də Gutenbergdən badam əzməsi. Bunu almışam. 15 manat idi deyəsən qiyməti. Və toplam nə qədər elədi? Hələ alacaq çox şeylər var, amma mənlik bu qədər. Yoruldum artıq. Əsas olanları aldım. Və alacaq belə deyim də, chia toxumudur, nə bilim küncüddür, belə şeylər lazımdır. Ət falan biraz varımdır, marazinlikdə var. Biraz ətim var. Marazinlikdə demək olar ki, bomboşdur. Uşaqlar, siz şey istəyirsən olsun dərs versin. Ayaqlarımı düz qoy. Bitişdi. Çok Gətirmişəm Mərvanı şəhərə. Telefon aldım ona, evdə göstərəcəm sizlərə. Və bugünləri məktəb ləvazimatlarından görüm nəyə çatdırsam alacağım. Bir tikə çörək yeyək, acından ölürəm. Nə oldu? O sirkədir, o olmaz. Sən öyle onu ye. Mərvaya təzə telefon almışam. Xiaomi ən son model. 330 manat idi deyəsən qiyməti. Ayağına bunu. Qəşəng telefonda Mərva. Mübarəkdir. Səninkindən daha qəşəngdir.
Sənki də qəşəngdir, mənimki də. Bax, kabronu da çıxartmırsan ha. Mübarəkdir. Ağıllı qız ol. Qızlar, yavaş-yavaş YouTube-a videolar çəkməyə başlamışam. Deməli, bu günləri belə bir pijama aldım özümə. Bunu ikinci dəfədir ki görürəm mağazada. Amma heç belə çox da diqqətimi çəkməmişdi. Sonradan dedim, niyə ki də olmasın. Qəşəng pijamadır. Həm materialı çox gözəldir. Rahat, yumşaq. M ölçü hər ikisi də ayrı-ayrı da satılır. İndi mən yeni aldığım qazan dəsti var. Onları açacağım. Bugün unpacking eləyəcəm. Ondan sonra açılacaq o qədər əşyalar var evdə. O qədər yeni əşyalarım var. Hamısını çəkib paylaşacağım. Qızlar, deməli, mən Bakko Electronics'dən belə bir qazan dəsti almışam. Bu rəngdə deyil. İndi görəcəksiniz, çox gözəl rengi var. İndirimlə 150 manataydı. 50% indirimi idi deyəsən, yoxsa 50%-dən idi deyəsən. 7 parça. İndi açıram. Hamısını korobkadan çıxartdım və budur mənim yeni qazan dəstim. Qızlar, bunun bir neçə rəngi var idi. Biri var idi, düm ağı idi, belə içərisi zəhərli. O da çox gözəl idi, amma ağdı deyə ləkə saxlaya bilərdi. Ona görə onu almadım. Həm ağırdı, qupları da qalındı. Buraları silikonova idi və belə balaca bir ölçüdə. Belə bir tava. Mən çox bəyəndim də, yəni bu dəsti. Qaldı burada yemək bişirmək, sabahları qəşəng yemək bişirərəm. Qızım üçün. Bu səfər Mama telefon düşecek. Bu səfər bu firmanın bu rəngli çayını aldım. Nədir? O Mehdi'nin telefonudur. Bu rəngli çayını aldım və bundan da çox xoşum gəldi. Mən mavi rəngini almışdım. Ondan çox razı qalmışdım. Hər dəfə sizə deyirəm. Amma bu da çox qəşəngdir. Öpürəm sizləri. Gecəniz xeyrə qalsın.